Salam. Yad planetlilər və həm planetlilər. Necəsiz? Kebab falan necədir? Ümid edirəm ki, hər şey yaxşıdır. Deməli, mən bugün sizə uzun müddət sonra səs yazıram. Siz də böyük bir həyəcanla onu dinləyirsiniz. Mən indi nədən danışa bilərəm, nədən danışa bilmərəm, bilmirəm. Bugün biraz başıma pis şeylər gəlib. Bəlkə də ona görə səs yazıram. Mən bu kanala həsən belə dəhşət pis şeylər yaşayanda girirəm. Əslində dəhşət pis şeylər gəlmir. Başıma pis şeylər gəlib. Hardan başlayıb, hardan bitirəcəm bilmirəm açığı. Bu kanalda inanıram bu sözü çox demişəm. Amma hal-hazırda belə bir şey istəyirəm. İstəyirəm ki, göydən ilahi qüvvə düşsün aşağı, Tanrı düşsün aşağı, Allah düşsün aşağı. Mənə desin ki, amin, sən hər şeyi doğru edirsən. Hələ ki, bu da olmur. Ona görə bir, necə deyərlər, doğruyam, yoxsa yanlışam şüarı ilə beynimdə bu dəqiqə çox pis bir şeylər fikirləşirəm. Dedim, bunları bir kənara bıraxım, sizə bir səs yazım. Deməli, nədən danışıyorum, nədən danışmayayım? Biraz həyatımın son vaxtından danışım. Son vaxtlar çox hörümçək yığıram, çox ekspedisiyaya gedirəm. Çöldə çox oluram. Və çox, belə necə deyərlər, böyük işlər görmüşəm bu hörümçək barəsində. Biraz o mənə xoş təsir eləyir. Və müxtəlif adamların olub. Hüseyin, Fariz, belə bu ekspedisiyalarım. Bəzən hər ikisi ilə bir yerdə, bəzən tək. O tək olduqlarının çox az olub və əsasən Zabratdandır. Əsasən yox demək olur, hamısı Zabratdandır. Nəysə belə, o uşaqlarla bir yerdə olanda da elə olub, ikisi bir yerdə gəlib mənə, elə olub, biri bir yerdə gəlir, biri bir yerdə necə olur, mən də bilmirəm, onu siz bilərsiniz dayım. Bəlkə sizin biriniz bir yerdədir. Deməli, belə hoşum getmişik. Yaxşı şeylər çıxıb ortalığa. Allah o yaxşı şeylərdən və onları ortaya çıxardanlardan razı olsun. Mən bundan əlavə nə deməliyəm bu mövzuda bilmirəm. Hörümçəklərdən xoşum gəlir. Onların yaxşı varlıqlar olduğunu düşünürəm. Belə, təşəkkürlər Araniyaya. Tavsiyə Arani. Sonra nədən danışa bilərəm? Bir özümdən danışım biraz. Demək, belə bir şeylər var. Son vaxtlar belə deyim. Necə bunu ifadə edeyim? Bu sözü istəmirəm. Təkəm, yalnızam sözlərini sevmirəm həyatımda istifadə eləmək. Çünki çox istifadə eləmişim var dövründə. Amma həqiqətən təkəm, yalnızam. Hətta həddindən artıq tək yalnızam. Yəni çox belə həyatımda çox vaxt keçirdiyim dostlarım belə məndən ayrılıb bəzən. İndi bu arada belə deyim, bu kanal daxilində mən həyatım boyunca səmimiyyətsizlik eləməmişəm. Və eləməyi də bundan sonra düşünmürəm. Böyük ehtimal heç nəyə görə heç bir şəkildə eləməyəcəm. Amma bəzi şeylər var ki, danışamıram bu dəqiqə. Məni narahat edir açığı. Mən sadəcə bu hissə daxilində bunu deyə bilərəm. Yəni bu belə deyim, hissə, bu chapter belə deyim, Bu chapter üçün bunu deyə bilərəm. Bu hissədə belə bir kiçik nüansa əlavə edib keçmək istəyirəm sadəcə. Deməli, əgər adamların həqiqətən başlarında, həqiqətən düşüncələrində nəsə bir adam haqqında fikirləri varsa, problemli, ciddi şəkildə, məsələn, o adam haqqında pis, onun hər hansısa bir şəkildə belə əxlaqsız da nə olduğunu düşünürlərsə və yaxud da o adamın nəyinsə dalınca opportunist şəkildə qaçdığını düşünürlərsə. Burada bu arada o adam mənəm. İndi məni belə fikirləşən adamlara deyirəm. Belə şeylər həqiqətən bəzi adamların beynindən keçirsə,
Mən o adamlara tövsiyə edirəm ki, getsinlər o şeyləri düşündükləri adamla bir oturub danışsınlar ki, həqiqətən bu adam nə istəyir. Bundan da əlavə mən həyatda çox açıq adam olmuşam. O adamlara sadəcə bunu deyə bilirəm bu dəqiqə ki, onlar dua eləsinlər ki, onların ətrafında bəzi ünsürlər var ki, mən onlarla bu dəqiqə hər hansısa bir sürtüşməyə girə bilmirəm. O ünsürlər aradan qalxan kimi mən quduz it kimi o adamları çeynəyərəm. Bunu da buradan deyirəm. Ünsürlərin aradan qalxıb qalxmayacağını bilmirəm. Həmin olun heç vecimə də deyir. Amma sadəcə bunu deyə bilərəm ki, mənim tərsim tərsdir və o tərsim də heç də yaxşı deyil, həqiqətən də pisdir. Ona görə ağlınızı başınıza yığın. Belə. Bu formada. Bunları da niyə bu şəkildə sərt formada deyirəm? Çünki həqiqətən də o adamların sifətini danışa bilmirəm. Müəyyən şəkildə adam həmişə sözünü bildirə bilmir. İstənilən kimsə olsa belə. Mən bildirərdim, amma yenə bildirəmirəm. Yenə necə deyərlər, öz böyüklüyümü qoruyuram. Bura yazıram, çünki bura mənim, belə deyək, müəyyən şəkildə doğru olmağa cavabdeh olduğum yerdir. Mən, necə deyərlər, məcburi şəkildə burada həqiqəti səsləndirməliyəm bu kanalda. Ona görə məcburi şəkildə deyirəm. Sizi məcburi şəkildə biabır olasınız. Allah sizə məcburi şəkildə lənət eləsin. Arada bir adam güzgüyə də baxmalıdır və deməlidir ki, mən nə qədər əxlaqlı adamam. Əmin olun ki, sizdə əxlaq zərrəsi yoxdur. Allah sizə başdan aşağı lənət eləsin. Aşağıdan da başa lənət eləsin. Mən əminəm ki, şansım olan vaxt sizi birbaşa biabır eləyəcəm. Belə. Bu formada. Bu həmin adamlara dediyim sözlərdir. Bu chapter'ı keçirəm. Deməli, nədən danışa bilərəm? Belə bir maraqlı bir şeydən danışım. Mən şeytan ağaclarını sevirəm. Şeytan ağacları gözəl ağaclardır. O gün də bir yerdə gördük. Ondan əvvəl də bir yerdə görmüşdüm. Ondan əvvəl də o yolda. Bu Avropa nəminə məktəbidir, nədir yadıdır? Avropa-Azərbaycan məktəbi. Avropa-Azərbaycan məktəbinin o belə qorunan bir hissəsi var, orada görmüşdüm. Çox gözəl, estetik, maraqlı ağaclardılar. Adamlara baxanda hürkür, ləzzət eləyir görünüşləri, xoşum gəlir onlardan. Şeytan ağaclarını sadəcə sevirəm. Təhsildə ədalətlə bağlı bir şey bildirmək istəyirəm. Bunu da reportaj kimi deyirəm. Deməli, əziz təhsil, sən o qədər biabır çıxmışsan ki, sən məni də biabır edirsən. Deməli, məndən köçürdən adamlar, məndən 10 bal yüksək alır bəzi. Mən isə demək olar ki, stabil şəkildə məndən köçürdən adamlardan aşağı alıram. Sadəcə reportajdır. Yəni, sadəcə report tipli bir şeydir bu. Sonra nə deyə bilərəm? Bir də belə bir şeydən danışım. Mən buna possessing deyə bilərəm bəlkə. Bəlkə də haunting. Haunting daha fərqli olar. Possessing daha yaxşıdır. Düşünə bilərsiniz ki, bir adam və bir başqa adam var. Çox vaxt belə olur həyat. İnsanlar bəzən egoist olurlar. Bəzən altruist olurlar. Bəzən qorxaq olurlar, bəzən qeyri-əmin olurlar, bəzən əmin olurlar, bəzən cəsarətli olurlar. İnsanların müxtəlif formaları var. Necə deyirlər? Nə yaxşı ki, gözü var, göydə də hamının gözü var. İndi bu da elə belə olsun. Nə yaxşı ki, bu müxtəliflik var həqiqətən. Mən sevirəm müxtəlifliyi, uyğunam. Hətta mənə qalsa, mənə elə gəlir ki, təbiətdə, dünyada, fizikada, kimyada olan tək müqəddəs şey müxtəliflikdir. Müxtəliflik xoşdur.
Mən bu müxtəlifliklə bağlı bir şey deməyəcəm. Mən başqa bir şeydən danışmaq istəyirəm. Deməli, bu insanların bu heterogen çoxluğu daxilində bəzi insanlar o qədər zəifdir ki, bədbəxtlər özləri tək ola bilmirlər. Və onlar birini tuturlar, bastırırlar və istəyirlər ki, öz bütün dərdi sərlərini onun üstünə atsınlar. Sanki o adam necə deyirlər, eşşəkmiş kimi onun belində öz dərdlərini daşısınlar və belə həyatı davam elətdirsinlər özləri üçün. Mən düşünürəm ki, bu formada yaşamaq, buna mən parazitlik deyirəm. Bu formada parazit şəkildə yaşamaq həqiqətən də birbaşa parazit orqanizmin necə deyirlər, həyat tərzindən xəbər verir və parazit olmaq hər halda yaxşı şey deyil. Mən indi burada bu səsdə bunu niyə vurğulayıram? Mən özümlə fəxr edirəm ki, parazit olmamışam və çox parazitliyə açıq olduğum dövrlərdə belə və parazitlik şansımın 1000 milyon faiz olduğu dövrlərdə belə parazitlik eləməmişəm. Burada özümə necə deyirlər, haqlılıq pay qazandırıram, özümün bu mövzuda əxlaqlı olduğumu düşünürəm. Halal olsun mənə. Bir də son vaxtlar müşahidə etdiyim bu geniş parazitlik necə deyirlər, trendinin də nə qədər iyrənc, qoxuşmuş, belə hər tərəfindən müxtəlif odorların gəldiyi bir şey olduğunu demək istəyirəm. Qətiyyən parazit olmayın. Parazit olmaq yaxşı şey deyil. Parazit adı üstündə parazitdir və parazit pisdir. Pis də ki pisdir. Yaxşı ola bilməz. Belə. Qaldı daha nə? Daha heç nə. Bu mövzuda keçək. Parazitlik eləməyin. Eləyənə də lənət olsun. Özü də başdan aşağı, aşağıdan da başa. Sonra nə deyə bilərəm? Bir də lənət olsun. Bu nədir? Deməli, niyə lənət olsun? Niyə lənət yox, lənət olsun? Hiperkorreksiya. Hiperkorreksiya başqa şeydir. Niyə lənət olsun? Lənət olmasın. Yox, lənəti boş verin, lənət olsun. Mən belə bir şey deyim. Adamın bəzən gücü çatmır. Bəzən gücü çatır, cəsarəti çatmır. Mənim hal-hazırda heç nəyə cəsarətim çatmır. Ona görə Ulu Tanrıya deyirəm ki, xahiş edirəm, lənət elə. Bilsən, əziz dinləyici, bəzən deyirlər ki, bağışlamaq böyük, nə bilim, nədir, bağışlamaq yaxşıdır, bağışlamaq belə, bağışlamaq elə. Həqiqətən elədir. İnsan gəlir hər şeyi bağışlasın, istisnasız şəkildə. Həqiqətən də bu böyüklükdən xəbər verir. Həqiqətən də bu əxlaqlıdır. Bunu qəbul edirəm. Mən amma hal-hazırda heç nəyi bağışlaya bilmirəm. Bu mənim əxlaqsızlığımdan xəbər verir və bunun belə olduğuna əminəm. İnşallah bir gün o vəziyyətə çataram ki, o qədər güclü bir insan olaram ki, hər şeyi anidən bağışlaya bilərəm, amma bu dəqiqə onu eləyə bilmirəm. Yəni, gücüm çatmır ona, belə deyim. Ona görə bu dəqiqə belə bir şey seçirəm. Deyirəm ki, ey Tanrı, onlar həqiqətən də nə elədiklərini çox yaxşı bilirlər. Ona görə səndən xahiş edirəm, onlara lənət elə. Başqa heç nə istəmirəm. Belə. Lənət. Lənət də yox. Bax, görsən nə qədər yaxşı adam. Sizə lənət də oxumuram, lənət oxuyuram. Bu formada sonra nə deyə bilərəm? Lənət oxuyamıram, bədbəxtəm ki. Sonra nə deyə bilərəm? Yox, çox belə kiçik mövzulara girmək istəmirəm. Bir də əziz dostlar, əziz düşmənlər, bir şeyi həmişə unutmayın. Bundan, yəni bunu tövsiyə kimi verə bilərəm. Deməli, bir işi görürsünüz. İndi ola bilər iş hər hansısa bir müddət daxilində bəhrə gətirmir. Bu ola bilər. Uzun müddət. Bu illər davam edə bilər. Hətta o qədər uzun ola bilər. Mənim başıma da belə şeylər gəlir.
cəhənnəmə gətirməsin, qoy heç bir bəhrəsi olmasın. Qoy elə necə deyirlər, başdan aşağı pür şəkildə o zərər gətirsin sizə. Əmin olun ki, onun bir yerdə xeyri də gələcək. Onu eləməyə davam edin. Yəni gedin, həqiqətən onun arxasınca gedin. Bundan da əlavə bu da bir tərəfə qalsın. Yəni onun gətirdiyi xeyirdən də bir tərəfə. Sizin o baş qoyduğunuz yolu tamamlamağınız mənə elə gəlir ki, həm də nəsə yaxşı şeydir, onu eləmək lazımdır. Bu da bir başqa bir şey. Bəlkə də heç xeyir gətirməyəcək. Yenə eləyin. Mən acından ölən adam görməmişəm, siz də ölməyəcəksiniz. Bundan əmin ola bilərsiniz. Belə. Bir bunu demək istəyirəm. Deyə bilərsiniz, indi mövzu hal-hazırda bu necə deyirlər, inkişaf etmiş dünyada acından ölüb ölməməkdir. Təbii ki də acından ölüb ölməmək deyil mövzu. İndi bu dəqiqə hər kəs istəyir. İstəyən adamlar biz artıq başa düşürəm bunları. Mən yenə öz sözümü deyirəm, sadəcə bunu tövsiyə kimi verirəm. Gedin, acından ölməyəcəksiniz. Belə. Hətta acından ölməyiniz yaxşıdır. Sonra nə deyə bilərəm? Bir də biraz ya Allah. Bir də biraz bu biraz qəribə olacaq bu hissə, bu part. Bunu necə özümdə ifadə etmək istədim bilmirəm. Belə bir şey demək istəyirəm əslində bu partda. Bu təklik və gücləşmə barəsində deyirəm. Təklik adamı hardasa canavar eləyirmiş. Mən bu 3-cü kursda buna əməlli şahid oldum. Mən sadəcə bunu deyə bilərəm ki, bəzi adamlar həqiqətən canavar olmaq istəyir, bəzi adamlar istəmir. Canavar olmaq istəməmək deyil, olub olmamaqda əsl mövzu. Mən sizə deyərdim ki, insani duyğularınızı özünüzdə saxlayın, insaniyyət yaxşı şeydir. Həqiqətən adamda saf bir sevgi, saf bir həyəcan, saf bir güvən olmalıdır hər şeyə qarşı. Kaş hər kəs onu saxlaya bilsək. Bəzən adam onu deyə bilmir. Ona görə çox da uzun müddət tək olmağınızı tövsiyə eləmirəm. Özümün də bu uzun müddətli təklikdən yaxşı bir şey çıxartdığını düşünmürəm. Deyə bilərsən, amma sən həqiqətən uzun müddət tək qalmısan. Peyğəmbər haqqı almışam. Bundan da əlavə mənim təklim biraz qəribə olub. Mən özümü hardasa təkləşdirmişəm. Görmüşəm tək oluram. Eləmişəm ki, laf tək olum. Yəni elə olum ki, belə dibinə qədər belə. Basi. Belə. Bunun yaxşı, pis olduğunu mən qərar verə bilmərəm. Bunu qarşı tərəflər qərar verməlidir. Onların da qərar verəcək, necə deyirlər, ağıl yetərliliyində olduğunu hələ ki düşünmürəm. Görürəm ki, ətrafımdakı çox adamda ya başdan xarabdır, ya da başdan xarabdan da o tərəfə. Belə. Ona görə indi bilmirəm. Bu videodan bir-iki nəfərə salam göndərmək istəyirəm. Kamrana salam olsun. O gün onunla danışdım, neçə vaxt danışmırdım. Elə gəldi aramızda soyuqluq var. İndi hiss edirəm ki, nəsə elə şey yoxdur. Danışandan sonra laf itdi-getdi, nə yaxşı. Bilmirəm, bu səsə qulaq asar-asmaz, hər böyük ehtimal o video qulaq asmaz. Amma qulaq asırsa belə, Kamran salam deyirəm sənə. Sən biraz ağlı başqa yığ. İşlərinlə məşğul ol. Allah sənə kömək olsun. Belə. Sonra nə edəcəm bu videoda? Bu videoda Farizə salam göndərirəm. Neçə vaxt onunla danışmıram fərli. Fariz müəllim, kebab falan necədir? Kartuşka. Sonra qızardışmış. Qızardışmış? Hoşum belə sən başa düşdün. Sonra Hüseyin bugün görmüşəm. Bizi qovdular. Qovulan Hüseyin, sənə də salam. Bir də özümdən biraz danışım. Arada bir edirəm onu, WhatsAppda çox edirəm. Nəsə, özümə nə deyirəm? Amin, ağlı baş verək. Səndən xahiş edirəm, ağlı baş verək. Belə.